Sən oğlum niyə əlinə hara gəldi basır? Mənim oğlumun 4 yaşı var. Neynədir ki mənim oğlum? Götürdü yuxarı mesaj yazıb da basır elə bil ki, mesaj gətirib mən verəcək. Gör ki, telefon nəsə olub, gətirib mən verəcək. Neynəsin? Oğlumun əlinə niyə telefon verirsən? Nələr dedi? O uşaqdır oğlum, o bilmir heç nəyi. Ay qızlar, niyə mənə demirsiniz qaralmışam? Bu günləri 15 dəqiqə salyarımda olmuşam. Quran haqqı. Uşağın qoluna nə olub? Yanıb. Sevdan qızıdır da. Qaralmışam. Nə danışırsınız? Buna baxın. Sabah da bir 15 dəqiqə girəcəm. Olacaq qara şokolad. Şokolad. Qəşəng. Quran haqqı. Sabahları qaynağa gedəcəm, saçımı yığdırım sonra, dişdən sonra qaynağa. Korey nə üçündür? Yağları göstər də, ürəyim otaqdadır da, Instagramda paylaşacağım, story'də baxarsın. Oğlum kızlar neredesiniz? 5 saat oldu. Mən Sumqayıtda yığdırıram. Koreyin saça nə edir ki, dibi qıcıqlandırıb tük gətirir. Belə yaxşıdır, çox qaralma. Mən yayda çox qara oluram, həddindən artıq. Qaynaq elətdirəcəm bəli. Sumqayıtlarda elətdirəm Mərkəzi Plaza. 3-cü mərtəbə 304-cü otaqda. Mən sıfırdan. Bu şampun deyil ki, bu balizamdır. Yo, əsmər. Adın çəkdikləri bizi tanımıram ürəyim. Yaxşı uslu ola bilərlər, amma yararlanmamışam. Ay millət, qorxmayın, səslərdən drondur. Heç qorxmayın ha, heç də olmayacaq bizə. Çox sağ olun. Uzaq baş verəcək. Üzvə hansı tananlı vurursan, hamısından. Pis məhsul deyil, Siberian Wellness, belə deyirlər də. Oran bütün məhsullarını istifadə eləmişəm. Reklam deyil ha qızlar, pulumla almışam. Özdə mənim mamamın dizində problem var. Mənim mamam bunu vuranda vurmamış yata bilmir. Mamama bunu 8 martda getdim aldım. Başqası mamalara 8 martda nə alırlar? Mən mamama bu məhsulu aldım 8 mart günü. İstədi də dedim nə alım sən? Dedi Koreyn. Ana süper şey istəyib. Nə oldu belə bir şey? Uzaq başı öləcək, qorxmayın. Mən nə dedim mən? Saça xeyri var. Yox, Siberiyanın məhsuludur. Onlar xeyirlidir. Əslində bu Koreyn bir neçə çeşiddədir ya qızlar. Bu çeşidi qəşəngdir. Bundan alın. Yaxşı, siz necəsiz? Yox, ölməyək. Mən şəxsən ölmək istəmirəm. Mən yaşamaq istəyirəm. Mənim arzularım var. Hala çox balaca. Valla, mənim planlarım var. Sən də dedin? Nə üçün mən? Uşaqlarımı istəyirəm böyüdün. Niyə ölməyək? Allah eləməsin. Nə bax, nə ölməyəndən danışırız? Allah eləməsin. Elə Bir dənə demək. dron keçsin. Allah eləməsin. Bax, sevdə evlərində. O uşaqlar 6 bazar bizdə qalırlar da, mən gedib onları Nə gətirirəm. bilirsiniz, bəlkə başqa bir şeydir, dron deyil. Bir bacım var da qızlar, 5 bacım. 5 bacım olsa heç birinin evinə getmərəm, heç birində uşağın qoymaram. Quran haqqı. Mən başım səs götürmür. Mən bezirəm. O qədər yorğun gəlirəm evə. O səs nə idi ki? Bağlayın da nə olar söhbəti. O səs olmadı. Əlbəttə ayağa kömək eləyir. Bir şey olmadı. Uğurdur, gör orada nəsə var, ver də içim. Moykanın altına bax. Heç şey yoxdur. Ayağa da kömək eləyir, çox sağ olun. Heç nə. El bunlar. İçirsən?
Hani ki qırmızı sunkanı hardan gördün? Uğur, hə, 10 ver mənə. Uğur, bir də o qırmızı sunkanı çevir də baxsınlar Resmi burada. kırmızılandırır. Uğur, birinci sirmədə turbuçka var, gəl onu da ver mənə. Ən sevdiyim çantalarımdandır qızlar. Bundan məndə düz 5 dənə var. Bundan məndə qara var, qırmızı var. Krem rəngini hədiyyə elədim, cinsim var. Bir də roz rəng var onda. Pəmbə rəngi, bu köynək rəngdir. Всё. Çox qəşəngdir, çox sevirəm belə çantaları. Düzdür, balaca çanta xəstəsiyəm, amma çanta... Orada mənə turbuçka ver də zəhmət olmasa. Neçəyə almışam? Keçən il almışdım, 75 manat. Ay nəmiş deyirlər ağlayırsan. Niyə bacı, nə səsə seçdin sən? Nə səs seçdin ki? Yazımı rengi qaçmıyor. Məni öldürürlər ki, Nərmin ağlayır. Nə aşkım? Bir şey gəldi, buradan keçdi. Tək mən deyiləm, indi göstərəcəklər xəbərlərdə zətdə. Əməli başda eşitdin. O qədər, ay nəmiş çox güclüydü səs. Mən başda təsəvvür elə var, donub qalmışdım. Elə bir nəsə gözləyirdim. Biz də Ay Allah, yazıq eləsin. Ay Allah. Ay Allah. Asma məsələ deyil o. təsəvvür elə Elnur siqareti çəkdi. İçəri girəndə belə elədi. Dedim gözlə bir dəqiqə, xahiş edirəm. Təsəvvür elə, burada izləyicilər də burada bir yazır ki, Zabratda deyir, mən evin hamını yığdım evin ortasına, qapımı bağladım, uşaqlarımı da deyir, qucaqladım. Sən başda uşağım durdu. Ciddi əməli başda. Ay bacı, bu İranın çox. Gördün ki drondu, gördün ki drondu, işığın zadını gördün, yoxsa Bir başımızı buradan keçdi. Təsəvvür elə, çıxdım çölə baxmağa, gördüm bütün binamızdakı hamı balkondan qırağa baxır. Hamı donmuş vəziyyətdə. Təlimdir. Bilirəm, ay əzizim, təlimdir. Mən hardan bilərəm ki, o təlimdir? Mən oturmuşam evimin içində, birdən-birə gəlir ki, siz qorxmadınız, ay izləyicilər, sual verirəm. 3700 bayaq canlıda adam vardı, onun 3000'i rahat dedi ki, Günəşlidən keçdi, NZS-dən keçdi, Babək, siz qorxmadınız. Yazıqlar ki, dəhşət səsi idi, bir ev tərpənirdi, elə bir zəlzələ idi. Batı qalıb, kürəyimin ortasından tərcədir, gözümdən də bir sən nə? Bir anlıq bir sən nə oldum? Demirəm də, indi yazacam sənə WhatsAppda nə vəziyyətdə idim. Ay Allah. Ay Nərmiş, bə hara düşüb bacı bilmirsən? Yo, o təlimdir, təlimdir. Təlimdir, ay qız heç ara düş, Allah uzaq Nə eləsin. deməkdir təlim? Təlim keçirlər ki, Allah uzaq eləsin, Allah uzaq eləsin. Belə bir şey olsa nə etmək lazımdır? Yaxşı, qulaqlarım qopdu yerindən. Qız Allah uzaq eləsin, özdə mən buradayım, uşaqlarım oradadır, ay qız dəli Ay olaram. təlimdir deyir də, yəni. Bildim də, indi o nə bilsin təlimdir, o bilmir. Ay gün, mən hardan bilim o təlimdir? Oturmuşam evimin içində, gəlir viu belə keçir, bir də görürəm canlıda hamı yazır ki, səsi eşitdiniz. Mən də elə bilirəm ki, onlar məmdəki səsi eşitdi. Bəziləri deyir, sən canlından eşitdi, bəziləri də deyir ki, promo evimizin üstündən keçdi, evimiz sirkələndi. Təsəvvür elə də indi nə deməkdir. Biri yazıb ki, uşaqlarımı bağrıma bastım, öpdüm, qucaqladım ki, nəsə olar. Mən bir anlıq çıxdım çölə, gördüm hamının balkonun ışığı yanır, hamı belə çöldə baxır. Dedim, bunlara nə olub? Sən demək 2-3 dənə gedibmiş. Bizə o səs indi gəlib, bilmirəm. Mən evdə uçmuşdum, xəbərim yox idi. Yazıqlar ki, evimizdə əməli başda zəlzələ kim oldu? Ülkəmizi qorusun. Valla biz bir şey görməyik. Belki dünyaya gələk, bazen Ne temizlik? Ha tərəfdəsən, Quba tərəfdə, Qəbələ. Qəbələdə. Yox, aşkım, o bizim buradan keçdi. O rayon tərəfə hələ gəlib çıxmaz onun səsi. Uşaqlar qalır. Ay qız heç nə də deyir şeydir. Dron keçib. Ay Allah. Deyir savalanda deyir evlər sirkələndi. Biri də burada yazıb ki, bizdə 50 dənəsi birdən gedir, düşürlər. Ay xanım, niyə düşür deyirsən, qurban olum. Mən qorxuram, özün də bilirsən ki, hələ də qara buludlar üstümüzdədir. Mən hər gün dua eləyirəm. Elə niyə deyirsən ki, bacı, mən ölmək istəmirəm, mən yaşamaq istəyirəm, mən balalarım var. Düşürlər. O səsi eşidib vahimiyə hamı düşdü burada, tək mən düşmədim. normal
normal bir şeydir də. Normal adam qorxar. Qorxası nə var ki, ay xanım, mən qorxdum, o nə deməkdir? Mən qorxuram. Xəstə anam, şikəstlərim, 2 körpə uşağım, mən qorxdum bir anlıq. Mən oturmuşam, söhbət elədiyim yerdə gəldi. Özü bilsən nə pis səsi idi. Düt. Bir anlıq o hələ də qulağımdan getdi. Elə səs gəldi. Biz qulağım biz səninlə qayırırdı. Deyirəm ki, səs qulağımdadır, deyir düşüklər. Xanım, düşük niyə oluruq? Düşük deyil o, mən qorxuram, bəli. Mən məsuliyyətli adamam, mən o sən kimi buradan alıb buradan verə bilmirəm. O məsuliyyəti nə edir? İnsan həyatı. Deyir Allah haqqı divandan dik atıldım. Deyir elə bildim ki, şey evə düşür. Ay Allah. Gəncədə də eşitdik. Belə olar ki, Gəncədə də eşitdik. Ola bilər də, yəqin. Və niyə qabaqcadan xəbərdarlıq eləməyiblər ki, şeydir? Oturmuşam evimin içində, o səs birdən-birə gəlir. Sən eşitsən nə? Bakıda olaydın da çaş, vallahi eşidiydin, biliydin nədir. Mən zəng elədim evə. Evə zəng elədim, uşaqlar dedi biz eşitməmişik. Onur yatır. Qırma, Onur yatır. Siz harada yaşıyorsunuz? Gözban xanım. Ayda. Bax yazıb ki, dəli olduq, qaçdıq həyətə hamımız. Nərmin, mən də eşitdim, fikir vermə. Gecə samalda eşidilməyib amma. Deyir ki, biz aeroportun yanında oluruq, çox qorxduq. Nə oldu elə bir də Nərmin dəli oldu, bu da millət eşidib səsi. Ay qız, yox, heç kim sənə dəli demir. Normaldır da, qorxmağın da normaldır. Yenə də Allah dünyamızı salamat etsin. Ay 3 Allah. saatdır təsəvvür elə ev tökmüşəm. 3 saatdır balkondan xalça çırpdım, elədim, eşitmədim. Gəldim, oturdum bura, Elnur siqaret çəkdi. Dedim, bağla qapını. Qapını vurdu bir anlıq. Bizdə həmişə mən Zabrat tərəfdə oluram. Təlim vertolyotları var, qalxırlar belə kursantlar düşürlər. Biz o səsə psixoloji olaraq öyrəşmişik. Bu bir sən nə idi? Düt getdi. Bu belə ucundan tutdu. Bu belə qəribə bir şey idi də. Yəni təsəvvür elə ki, o səsi biz 10 gün bundan qabaqda eşitmişdik də. Yəni bilirsiniz. Hamı bilir bunu. O səs hələ də mənim qulağımdaydı. Bir anlıq dondum. Kürəyimin ortasından su getdi. Ağlaya-ağlaya çıxmışam çölə. Görürəm bütün balkonumuz işıqları yanıb, hamı çölə baxır. Yəni o təyyarə vertolyot getsə elə heç kim çıxmaz çölə. Eşitdik ki biz. Hə? Mən eşitmişəm axı 10 gün qabaq. Nə olmuşdu ki 10 gün? Eşitdik ki onu. Mən eşitməmişəm. Saytlarda paylaşmışdılar da əməlli başda emini bu səsi idi. Nilay, nə olar oradan qənd gətdə mənə baş verdim şeyin qabaq. Ayda. Ay Nərmin, drondu da boş ver. Ay bacı, necə boş verim? Boş vermək olar, elə şey olar. Sən nə danışırsan? Vasmoya da gəldi səs. Hə? Savalam. Bina Adam dəli olar ya. Allah haqqı. Allah hamman kömək olsun. Hə, yaxşı, get ya. bir ki düzdür, Vasmoya da gəldi. Hə, ola bilər. Ha, yapma. Aslan önülər məni dəli elədi. Resmi drone dediniz. Nə də qalmışdı, dəli oldum. Adam dəli olar ya. Ay qız. Vay 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 vay. Ürəyim elə mən Məhəmmədildə oluram da. Məhəmmədildə olmuram, mən Savalan tərəfdə oluram. O da gəldi bizim yanımızdan keçdi. Ay Allah, ay Allah. Qorxuram mən üzə. Amin inşallah. Yazıb evdə içəm. Allah köməyin olsun bacı. Allah köməyin olsun. Dəli oldum vallah mən də. Amin inşallah. Amin. Yine bu yaşlarda mərziyə deyə bilər. Düzdür da, həqiqətən Allah köməyimiz Bir hamımız yatmışdıq, səsi oyandıq evdə. Ha, burada da yazmışdılar ki, dik atıldıq. Xalq olaraq çox şəhid vermişik, çox müharibə görmüşük, çox acılar çəkmişik. Daha Olmasın. Heç olmasın. Yəni təsəvvür edin, bir anlıq o səsi eşidib donub qaldım. Elə bir nəsə gözləyirdim. Qurana and olsun. Hələ Elnuru görərdim, Vüsü. Elnur belə yığışın evin ortasına. Deyirəm, niyə? Yığışın deyir evin ortasına. Girdim, gördüm ki, həmin izləyici də o sözü yazıb ki, uşaqlarımı aldım evin ortasında, deyir, qucaqladım, ağladım. Hələ də bu qız buradadır. Allah hiraq eləsin, evin ortasındakı olmayacaq, hiraq olsun, nəsə olsa. Ay Allah, sənə qurban, Allah bizi Aslında Eşen İsmailov'un da kredisi var. Diyor ki kesin başta. Nə deyir? Eşen İsmailov adlı biri yazdı. Bir kesin dolar
Unibank partlasın. Bir Unibank partlasın. Unibank'a kreditim var. O partlasın, sistem partlamayacaq ki. Bir defa kadar düşündüm 8 milyon var. Pro leasingə də düşə bilər. Mən pro leasingə də İstemallara da düşsün. Mənim də varımda 23 ay özdə kreditim var. 8 milyon ödəyirəm bu. 29 ayda mənim var. Pro leasingə də düşə bilər. 29, 22, bir ayda məndə də var. Pozulsun, sistem pozulsun. Az yox, bir il 11 ay məndə var. Bir il 11 ay. Bir il 11 ay nə qədər eləyir qızlar? 12 ay. Yox, 23 ay. 23 ay. 23 ay təsəvvür elədə nə deməkdir? 2 il. Kreditim var bacı. Ne kadar? Yazdım nə olsun, o biri Unibank partlayacaq, bu biri filialı var. Deyir da. Sən Allah heç ara düşməsin. Özümüz canımız çıxıb işləyib pulumuzu verəcək. Nereden diye konuşuyorum. Ördüm diledim düz diye. Burada çok düzüktü oldu. Ay Allah. Bacı, bir sən nə idi deyirəm? Oturmuşdum canlıda 2300-dən söhbət eləyirdim. Bir anlıq belə elədim. Mən donub qalmışam. Oradakılar belə o səs nə idi? Deyirəm nə səs? Donub qalmışam. Təsəvvür edib donmuşam. Deyirlər o səs nədir? Elnur da orada danışır, mən də eşitmirəm. Şokdayam. Bax belə vibrasiya düşmüşəm. Titrəyirəm. Bir anlıq özümə atdım çölə, gördüm hamımız balkondan hamı çıxıb çölə. İşıq yanıb hamı balkondan baxır. Allah'a and olsun. O dərəcədə təsəvvür edirsən nə vaxtda nə olub. Nermin ama bence ki sen üreye bak ya. Bunları bu yumbacıdan ne kadar kaçtımca hiç eğlendim. Aslıya qanamı da götürərdim də. Yadımda. O deyərdi uşaqlarını da götürərdin də. Götürüp Bir də olanda balkona. Niyə balkona çıxan saat tutmursun? Bir də olanda balkona çıxan. Yox, heç nə olmaz inşallah. Heç nə olmaz. Allah bizim Ali Baş Komandamızın ordusuna, Ali Baş Komandamıza can sağlığı versin. Allah onun nəfəsini bizim üstümüzdən götürməsin. Heç vaxt. Heç vaxt. Həqiqətən də mən gözəl xalqım, dəyərli xalqım, lazım deyil vallahi, heç olmasın, heç nə olmasın. Sən zəng vurdun evə? Hə, sırazı. Uşaqlar dedi biz eşitməmişik heç nə. ben işte görüştüm. Aa, Yazıb ki, səsi hələ də qulağımdadır. O kimdirsə mənim adamımdır, məndə də hələ də bu özdə sağ qulağımda elə bilirəm bu dəqiqə siqnal verir. Allah uzaq eləsin Allah. Bir iki bir Nermin. Biri ağız. Biri də yazımcı. Biri də yazımcı Velizarın zalısında 60 min adam var. Gəlin orada heç nə bu hava yoxdur. Şey var. Zaten siz aha. Şimdi güzel. Sen de Nermin. Müsaade. Hiç nə zaddan gəlmişik biz. Görən heç olacaq. Görən axırımız heç olacaq. Eşidirsən? Aycun'un oğlu Ömrə dinən ki şey, rəngləri deyir, rəngləri deyən ayalı. Yatıb ay qız. Ben yaptım bacı. Qəhvəyini bitir on deyir. Hə, bir dənə də qəhvəyi rəngidir, bir də gör nə deyəcək. Yatıb ay qız. Az kalbasa deyir, kalbasa. Maşallah. Gözləyirəm. Sənin indi mən ürəklə öpbəyi gördüm. Bayaq canlıda necə öpürdün onu? Bilirsən də mən uşaq sevmirəm. Heç çox sevən deyilsən sən konkret olaraq. Allah deməli işdə bir də görürdüm Nərmin gedib uşağı götürüb gəlir deyir ay Visalə gəl yəni Nərmin mən uşaq sevmirəm. Həci gedir götürüb gəlir ay Visalə bir buna bayana ay mən uşaq sevmirəm. Biri yazıp ki drone değil. Koşumuz yok değil. Ay Allah. Kimiymiş də Cəllabaddıymış o. Gördün amma necə şirin uşaq da aynəmdir. Az sonra yeganə uşaqda Instagramda axıra qədər baxıram hər şeyə. Allah Çok sağ ol sen de bana. Rəngləri deyil, Aygül deyir rəngləri deyil, qırmızı, qəhvəyi, hamısına. Allah haqqı. Qura özdə var, itləri də var, bir dənə it. Hə, bir dənə o itin də başını oynatır. Son vaxtlar nənənin başını oynatır, nənə yazığın başını oynatır. Gətir. Zabratda evin. Allah, Aygül sən Allah o nə deyib saxlayırsan evində? Sən bir şey saxlayansan, bəyəndin onu. İti üstümə hürmədə amma mən itləri çox istəyirəm aşkım. Yazığım gəlir itlərə. Ay Rasim, yenə git işinlə məşğul ol da. Yeni qurban olarım. Qız da oğlan. Qız da aşkım. Qız.
Ay Allah, doğur da hə özdə. Yo yo, kısırlaştırdın sen ha aşkım? Yo. Ben kızın namusu değil mi? Ben erkek bırakmıyor. Namuslu kızdı, kısırlaştırmayın. Ondan oradan kesin. Nərminin qızının donuna, Nərminin qızı Mələk, sən donuvu deyirlər. Nermin'in 10 manatlıq donu diye bu söz demeyin. En sevdiği donudu söz demeyin buna. Söz demeyin. Namus mesela. Nerede sana görsenirsen. Namus meselesi. Yo, rahatdır da. Evdə geyməyə rahat xələtdir də. Nə dəxli var ki? Deyir Nərminin qızının donuna. Təmizlədim de don verir size. Bizi sahtı anlatsın. Olsun. Tamam. Drone tutuyoruz. Evlərin işığını söndürün. Qaraca evində. Dəqiq keçib deyə səs cəmaatı vahimələndi. Her sen durumda bağlısan. Az elə yazdılar, ben iyiyim. Uşağın qolunu olub, uşaq may ayında yanıb. Allah kömək olsun. Yo, baktı kızını. Allah kömək olsun. Bak. Bir tanış bir zaman harda özünlərdə Kamışı valla. kamışda da yazmışsın. Başkasının kamerası bizden her şey vardı da. Büsü, neçə gün qalasınız? İnşallah. Hələ bir günlük, yolun yorğunu olarsınız, Az işe gidiyor ya Haybat. Necə şey eləyək, qurban olun. İşe gidiyor. 2 gün gedərdiniz, həftə sonu 2 gün qalardınız. Hafta sonu bu neçə? Biz pazar günü geldik. Sabah birinci günü sabah ben bankta olmalıydım. Gələn həftə də şeyə girdik. Bizdə olmasa Allah bilir. Deyir ki, Yağmur deyir ki, Azər media səhifəsinə girin, orada bu haqda danışırlar. Bəli də əzizim, mən dəli döyürəm, bambulu deyiləm ki, durduq yerdə səsi yalandan cəmaatı vahimiyə salım. Ayağımız da ağır. Bir boş gedərik mən sonra. Salamlayırıq sizi Saratova. Əvvəlində biz də eşitdik, bəli. Uşağa əməliyyat eləyəcəksiniz. Yok istemiyorum. Yox, istəmir. Uşağa asobunlu yanıqlarına iynə vururlar. Haradır? Nərmin dediyin şey səhifə haradır? Azər Zahid var ha, onun təzə verilişi çıxıb. Xəbər tipli verilişdir. Deyir hal-hazırda orada bu Azər Media, səhv etmirəmsə deyəsən Azər Zahidin verilişidir hə o. Deyir orada danışırlar bu haqda. Amin, amin. Ay bacı, nə oldu? Bayaqdandan mən xalqım üçün, cənab prezidentim üçün dua eləyəndə hamımız yazırdınız 72. İndi nə oldu? Allah oğlanlarımızı qorusun, Allah prezidentimizi qorusun. Mən də bayaq deyirdim də Allah qorusun. Hələ biri yazmışdı ki, ya hamı qalsın, sən öləsən. Dedim o nətər olur ki, o gəlib indi mənim evimin içinə düşməyəcək. Ay qız, elə demə, orucda qaydı. Kim kimə arzu edirsə özünə qaydır aşkım. Vallah da. Hə. Kim kimə nə arzu edirsə özünə qaydır. Amin. Mən əmrimcə dedim Allah ordumuzda dayanan o əskərləri qorusun. Yazdılar düşük, bambılı, gicdəmə, ola bilməz. Bu indi gəlib yazırsan ki, Azər mediada bu söhbət gedir. Bir dənə baxın da, bir başqa telefon varsa, məndə telefon yoxdur. Azər mediaya yaz bir dənə. Bir dəfə burnumuzdan gəldi. Bir dəfə getdik burnumuzdan gəldi. Hə, gedir. Bəli. Cəmat sizdən şeydir. Huzuru sallayın. Sallayın. Başım birini qaldır. Mənim orta məktəbdə başım birini qaldıram mən. Azər Media. Hamı da var da. Qulaq asdı, məndə vaxt yoxdur. 5000 adam var canlısında, 5000 adam. Təsəvvür elə var ya, məni kimi. Hamı məni kimi Şuqaniyadadır. Hamı məni kimi. Deməli, tək mən deyiləm, qorxam. 5000 adam var. Hamı yazır ki, Kontrollü bir uçuş da olabilir. Uçuş yaparken karşı taraftaki hava savunma sistemleri görebiliyor mu, şey yapabiliyor mu? Yani başka bir şey düşünmeli. inşallah ki, yaxşı olur. Bir anda deyirlər, sən qorxduğunda deyir. Başqa şey düşünmür. Mən şəxsən qorxdum, mama. Mən şəxsən kürəyimin orta səsini al. Mən pis oldum. Mən ayaqlarımın altından elə bir nəsə getdi. Bir anlıq. Mən pis oldum. O səs bir anlıq mənim qulağıma gələndə mən çox pis oldum. Allah et bir də o səsi mənə. Bəlkə də ikinci o səsi eşitsəm ürəyim zadım yatar eləyər. Vallah. Gitsinlər də kim getməsin. Həqiqətən də Allah uzaq eləsin. O qorxub ona görə. Qorxu və çıldığa getsin. Qorxu bu.
Sabahdan keçmiş. Necə təşvişə düşməyəm? Mən düşdüm ay bacı. Valla mən qorxdum ay yavrum. Düşərəm. Qorxdum da mən. Mən oturmuşam evimin içində sizlə söhbət edir. O səs hələ də mən bax uğultu var, uğultu, pis uğultu. Uğultu hələ də mənim qulağımdadır. Elnur orada danışır, bütün qonşular balkona çıxıb mən donub baxmışam. Gözümdən su gedir. Gördünüz hələ yazdınız ki, artistlik eləyirsən. Elə artistlik olur, az rəngim zadım qaşlayır, rəhmətliyin qızı. Elnur da həyədə belə get durğuz uşaqları gətir evin ortasına. Qorxudur bu, həyəcandır bu, başa düşürsən? Yəni mən necə arzulaya bilərəm ki, o gəlib bura düşsün? Düşmən deyiləm, mən hamının balası var, əziyyət çəkib, hamı zülüm çəkib. Güclü səs. Başqa bir dövlət qurumuna məlumata görə bu Müdafiə Nazirliyinin qurulduğu Ben söyledim ama. Kimdə ağlayır? Yaxşı da Ümür, geç oğlansan. Evet arkadaşlar söylediğim gibi. Gedirsən Büsü. Tamam aşkım öptüm. Eləlik, öpdüm səni, Allah əmanət ol. Baxın orada, baxın, əməli başda daha ətraflı. Hələlik sağ olun qızlar, öpürəm sizi. Aycun, mamanız salam ver, uşaqları öpərsən. Sağ ol aşkım, sağ ol. Allah əmanət olun. Ben de ürəyim, sağ ol. Nəzarət üçün eyiblər desən. Yo, mən pis oldum. Mən niyə olmuram ki? Mən vətənimdir, mən xalqımdır, mən qurban olaram. Bu günləri mən dinc yaşayıramsa, sakit yaşayıramsa, qanı bahasına qızıldan qiymətli oğlanların sayəsində. Ondan bizdən deyil. Elə şey olar. Əziyyət çəkib cəmaatın balaları bizdən ötürü can qoyub ki, sakit yaşayaq. Mən pis oldum. Bəli. Mən bir anlıq öz prezidentimə də dua elədim, ailəsinə də, öz ailəmə də, şəhid ailələrinə də, qazi ailələrinə də hamıya dua elədim. Bir anlıq içimdən hamını düşünməyə keçdi. Başa düşürsünüz? Mən bilsən nə hala qaldım. Ayağımın altından ama belə su geçdi. Kürəyimin ortasından su axdı. Çıxdım gördüm bütün balkondan hamı çöldə. Əlim, ayağım əsdi. Boynumun dalı hələ də ağrıyır. Aycun Səfərova da İhtiyac yoxdur, şükürlər olsun ki, hər şey nəzarət altındadır, böyle hər şey nəzarət altındadır. Bizim, məsəl üçün, jurnalistlərin digər, belə deyək, blogerlərdən, belizarlardan və digərlərindən də fərqi olan ibarətdir ki, əziz dostlar. Siz bizləri izlədiyiniz zaman biz sizə rəsmi məlumatlar verənlərik. Çünki biz burada səlahiyyətli şərtləri, yəni bizim hansı qurumlara səlahiyyət vermək, üzr istəyirəm, soğuq vermək, cavab almaq ixtiyarımız var. Yəni jurnalistlərin bu peşəsindən 24 saat ay Allah. Çox pis oldum. Həddindən artıq. Yatda necə yatırsan. Mən də səs eşitdim amma anlamadım. Nə olduğunu bilmədim. Mən bildim. Xoşbəxt cütlük. Mən bildim. Teşekkür ederim. Bizim bütün izleyicilerimize, bizi izleyirsiniz, yazdınız. Hatta videolarda gönderdiniz. Buna göre size sonsuz teşekkürlerinizi bildireyim ve canlı yayınımız təşkil etmede like'lar, sevgiler. Mən də canlı yayım kayd olub, indi o səsi mən Biz işlerimize 150 bine çattılar ki bu məlumatı daha çok insanlar alsınlar. Bir daha bildirirler ki Nəzarət. Bəli, əziz dostlar, heç bir panikaya, heç bir təşvişə ehtiyac yoxdur. Şükürlər olsun ki, biz bunu dəqiqləşdirdik. Allah dövlətimizi qorusun və gördüyünüz kimi amin ay qardaş, amin. yata bilərsiniz. Yəni dediyim kimi dezinformasiya, fake newslara inanmaq lazım deyil. Özünüz görürsünüz ki, səs gəldi və bitdi, hər şey bitdi, hər şey qaydasındadır. Şükür ay qardaş, şükür. Ay Allah, min şükür. Ay qardaş, min şükür. Yalan olsun. Sakitçilik olsun, dinc olsun. Qurban olum ay Allah, sənə qurban olum. Eyni zamanda siz bak kanallarımıza abunə olmaqla, eyni zamanda canlı yayınlarımızdan da məlumatı ola bilərsiniz dostlar. Bak bu saatdə biz Şükür ay Allah. Min şükür ay Allah, sənə qurban olum ay Allah. bu dəqiqələrdə izləyirəm. Bizim Bakı Dövlət Universitetinin çox önəmli, çox dəyərli müəllimlərdən biri. Profesör Ziyalıları bak burada yazdılar. Ben bir arkadaşıma bir Hardan aldıq xəbər saytı? Digərlərindən bu velizarlardan fərqimiz odur ki, biz belə ziyalı və aydın insanlar izləyirlər. Az xəbər media 1 milyonluq 785 minlik səhifələrində
Az Xəbər Media verdi. Cəmiyyətə, ictimai rəyə təsir edə bilən insanlar olsunlar. Fikirləri ilə, öz mülahizələri ilə. Bir daha təşəkkür edirik sizə. Artıq layıqlarımız 100 minə çatır. Canlı yayımımızı artıraq əziz dostlar və bir daha da qeyd edirik ki, həmin o gələn dron səsi ilə bağlı müəyyən dəqiqləşdirmələr. O səsi mən də eşitdim valla. O səs elə bil mənim evimin içindən gəldi keçdi. Hər şey qaydasındadır, hər şey nəzarət altındadır. Əhalimiz də xahiş edir ki, bu cümlələrdən təşkil Gecəniz xeyrə qalsın qızlar. Allaha əmanət olun. Gedin dua eləyin. Sevdiklərinizə sarılın, yatın. İnşallah ki heç nə olmaz, amma heç nə olmasın. Heç bir şey olmasın. Allah cənab prezidentimizi qorusun, Ali Baş Komandanımızı qorusun. Allah bizim ordumuzu qorusun. Ordumuzu qorusun. Bax, gecə gündüz xidmət eləyib əsgərlərimizi qorusun. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bizdən ötürü əzasını, gözünü, başını, ağlını itirən oğlanları Allah qorusun. Allah əmanət olun. Sevdiklərinizin qədrini bilin. Sarılın, sarmalanın, öpün, qucaqlayın, qoxlayın. Sevdiklərinizin yanında olun. 5 günlük dünyadır. Çalışın, xoşbəxt olun. İnanın, inanın, inanın. Bir anlıq elə bir his keçirtdim. Bax, gəldi, buradan keçdi. Dondum, qaldım. Çörəyimin ortasından su getdi. O səsi siz də eşitdiniz. Bəli, mən də eşitdim. Bəli. Hansı istiqamətdə? Mən də eşitdim. Dözə bilmədim, Jimeli. Gedim dərman içim, yatım. Allah əmanət olun, sağ olun.